Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin e-defis.gov.az elektron hökumət portalı vasitəsilə vətəndaşlara təqdim etdiyi yeni telefon çəkilişi xidmətindən istifadə edilməsini göstərəcəyik. Bu xidmət vasitəsilə vətəndaş yeni telefonun çəkilməsini sifariş edib, təklif olunan nömrələrdən birini seçərək servis xidmətlərini müəyyənləşdirdikdən və sifariş xərclərini hesabladıqdan sonra onlayn rejimdə ödəniş apara bilər. Bu xidmətdən istifadə etmək üçün elektron hökumət portalına daxil olub, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər siyahısından yeni telefon çəkilişi xidmətinin adını seçməlisiniz. Açılan formanın içində telefon çəkiləcək yerin poçt indeksini yazdıqdan sonra biraz gözləməlisiniz. Bu zaman sistem verilənlər bazasından poçt indeksinə uyğun olan küçələrin adlarını küçə sətrinə yerləşdirəcəkdir və siz xüsusi işarə vasitəsilə küçənin adını seçə bilərsiniz. Bundan sonra telefon çəkiləcək yerin dəqiq ünvanını, əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin nömrəsini, kupça, order, çıxarış, sərəncam, alğı-satqı müqaviləsi, sənədin verilmə tarixini daxil etməlisiniz. Həmin sənədi skan edib, elektron təsvirini Choose File düyməsi vasitəsilə ayrıca fayl kimi əlavə etməlisiniz. Məsələn, poçt indeksi 1009, Abdullah Şaiq küçəsi, ev 11, mənzil 5. Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin nömrəsi 123 456. Verilmə tarixi 1-ci ay 2008-ci il. Həmin sənədi skan edib, elektron təsvirini Choose File düyməsi vasitəsilə ayrıca fayl şəklində əlavə etməlisiniz. Əgər siz hər hansısa səbəbdən Rabitə müəssisəsinə əvvəllər telefonu təhvil vermişsinizsə, həmin təhvil haqqında aldığınız arayışın nömrəsini arayışın nömrəsi sətrinə daxil etməlisiniz. Məsələn, arayışın nömrəsi 009876. Daxil etdiyiniz məlumatlarda hər hansısa bir səbəbdən səhv olduqda, məsələn, arayışın nömrəsi səhvən 9876 yazılmışsa, bu vaxt həmin sətrin sağ tərəfində avtomatik olaraq qırmızı rəngdə olan xüsusi işarə əks olunacaqdır. Əlavə et düyməsindən istifadə etdikdən sonra sil və davam et düymələri əlavə olaraq əks olunacaqdır. Bu zaman davam et düyməsindən istifadə etdikdə həmin formanın sağ tərəfində heç bir məlumat əks olunmayacaqdır və siz bu xidmətdən tam olaraq yararlanmayacaqsınız. Əks olunan sil düyməsindən istifadə etdikdə isə skan edilmiş sənədin elektron təsvirindən imtina edilir. Bundan sonra yenidən Choose File düyməsi vasitəsilə başqa sənədin skan edilmiş elektron təsvirini ayrıca fayl kimi əlavə edə bilərsiniz. Əlavə et düyməsi vasitəsilə yaradılan elektron müraciət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verilənlər bazasında yoxlandıqdan sonra sil və davam et düymələri əlavə olaraq əks olunacaqdır. Əgər daxil etdiyiniz məlumatlar düzgündürsə, əlavə et seçdikdən sonra davam et düyməsindən istifadə etməlisiniz. Bu zaman həmin formanın sağ tərəfində xidmətin əlavə funksiyaları əks olunacaqdır. Formanın sağ tərəfində açılan hissəsində sizə təqdim olunan və xüsusi işarə vasitəsilə açılan telefon nömrələri siyahısından, məsələn, 1, 2, 3, 4, 5, 6, 7 seçə bilərsiniz. Eyni zamanda
təqdim olunan servisləri xüsusi işarə vasitəsilə özünüz qeyd edə bilərsiniz. Bundan sonra davam et düyməsindən istifadə etməlisiniz. Açılan yeni formanın içində istifadəçi tərəfindən seçilmiş yeni telefon nömrəsi, birdəfəlik çəkiliş məbləği, aylıq abunə haqqı, seçdiyiniz servis xidmətlərinin siyahısı, əlaqə üçün telefon nömrələri və s. əlavə faydalı məlumatlar əks olunacaqdır. Həmin formanın ilkin sətrində əks olunan ödəniş məbləğini, məsələn, 86 AZN, bu forma vasitəsilə ödəniş apara bilərsiniz. Bunun üçün onlayn ödə düyməsindən istifadə etməlisiniz. Açılan xüsusi forma vasitəsilə həmin məbləği internet üzərindən 24 saat ərzində ödə düyməsinin köməyi ilə ödəməlisiniz. Əgər öz ünvanınıza elektron poçt vasitəsilə bildiriş göndərmək istəyirsinizsə, bu zaman həmin formanın alt hissəsində yerləşən e-mail sətrində öz elektron poçt ünvanınızı yazıb, bildiriş göndər düyməsindən istifadə etməlisiniz. Bildirişə bax düyməsi vasitəsilə bu xidmətdən istifadə edilməsi haqqında və PDF formatında olan bildirişi öz kompüterinizdə yadda saxlaya və ya çap edə bilərsiniz. Açılan yeni formanın içində PDF formatında olan bildiriş faylı avtomatik olaraq yaradıldıqdan sonra həmin formanın aşağı sətrində yerləşəcəkdir. Məsələn, EGOV AD099 E3 PDF. Bunun üçün kursoru həmin EGOV AD099 E3 PDF adında olan faylın üzərinə yerləşdirib, xüsusi düymədən istifadə etməklə Open funksiyasını seçməlisiniz. PDF formatında olan bildiriş faylı ekranda əks olunacaqdır. Əks olunan bildirişdə vətəndaş tərəfindən yeni telefon çəkilişi üçün sifariş qəbul olunduğu bildirilir. Eyni zamanda həmin bildirişdə servis xidmətləri, aylıq abunə haqqı barədə və s. məlumatlar öz əksini tapmışdır. Birdəfəlik çəkiliş məbləği də bildirişdə ayrıca göstərilmişdir. İstifadəçi bu xidmətdən istifadə etdikdən sonra 24 saat ərzində göstərilən məbləği ödəməlidir. PDF formatında olan bildirişi kompüterinizin yaddaşında saxlaya, çap edə və ya özünüzün yaxud başqa şəxslərin elektron poçt ünvanına göndərə bilərsiniz. Əgər hər hansısa səbəbdən əvvəlki istifadədən 24 saat keçməmiş siz yenidən yeni telefon çəkilişi xidmətindən istifadə etmək istəsəniz, bu zaman açılan yeni telefon çəkilişi formasının içində qırmızı rənglə göstərilən müraciətin mətni sizin sifarişiniz artıq mövcuddur və sifariş nömrəsi əks olunacaqdır. Hörmətli istifadəçilər, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya-kommunikasiya texnologiyaları sahəsində yeni elektron xidmətlərin yaradılması və vətəndaşların istifadəsinə təqdim edilməsi istiqamətində işlərini davam etdirir.